Sentyabrın son günü, yəni 30-una gözlənilən hava proqnozu açıqlanıb. Milli Hidrometeorologiya Xidməti bildirir ki, sabah Bakıda və Abşeronda hava dəyişkən buludlu olacaq, arabir tutulacaq, əsasən yağmursuz keçəcək, lakin axşam bəzi yerlərdə yağış yağacaq. Mülayim şimal-qərb küləyi axşam arabir güclənəcək. Temperatur gecə 15-17, gündüz 18-22 dərəcə isti, atmosfer təzyiqi isə 762 mm civə sütunu olacaq. Naxçıvanda da sabah gün ərzində arabir yağış yağacaq, temperatur 17-21 dərəcə isti olacaq. Sabah əksər rayonlarda yağıntı ehtimalı yoxdur, lakin gündüz bəzi rayonlarda duman olacaq, şərq rayonlarında, eləcə də axşamdan isə şimal-qərb rayonlarında arabir yağış yağacaq, şimşək çağacaq. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv olacaq, dolu düşəcək, bəzi yerlərdə mülayim şərq küləyi əsəcək. Temperatur gecə 12-16, gündüz 18-23, dağlarda gecə 3-8, gündüz 9-14 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.